5, 4, 3, 2, 1 texnikasıdır bu. İndi yazın ora. 5'in karşısında gördüğüm şey yazın. Həmin o narahatçılıq anında ne edeceksiniz? 5'in karşısında gördüğüm şey yazın. 4'ün karşısında toxunduğum şey. 3'ün karşısında eşittiğim şey. 2'nin karşısında hiss ettiğim qoxu. 1'in karşısında duyduğum dad. Oldu mu? Bir de tekrarlayacağım. Xüsusi adaryonlu insanlar için. 5 gördüğüm şey, 4 toxunduğum şey, 3 eşittiğim, 2 hiss ettiğim qoxu, birinci dad. Şimdi baxın nə edəcəksiniz. Rahatsızsınızsa zəhmət olması dayanın pəncərənin qarşısında. İlk nə görürəm pəncərədən baxanda? Kiminsə gözü palçığa sataşacaq, bu uje niyyətə bağlıdır. Kiminsə gözü göydəki ulduzlara, ya da ki bu uçan quşlara, ya da ağaca. İndi bu individualdır. O gördüğün şey nədirsə, sən nəyə takıldınsa onu təhlil etməyə başlayırsan. Bu rahatsızlıktan ayrılmaq üçün beyni yayındırma texniklərindən biridir. Məsələn, ağac nə qəşəngdir, yaşıldır. Məsəl üçün, kaş ki bunu belə qurd basmazdı, kaş ki bunun vaxtında dərmanlayardılar və s. və ilaxır. Bu cür ağacda bir neçə dəqiqə qalaraq ağacı təhlil edirsən öz içində. Ondan sonra toxunduğun şey nədir? Pəncərənin qarşısında dayanmısansa, patakonika əlini qoyursan pəncərənin qabağına da, ora sərindir hər halda. Düzdür? O sərinliyi hiss eləyəcəksən ki, nə qəşəng sərindir. Timboli iyul ayı sərinin yeri var. Düzdür? Sonra üçüncü eşitdiyin səs. Pəncərədən baxırsan da, sən oradan maşın siqnalı da eşidə bilərsən, kiminsə uşağını çağırdığını da eşidə bilərsən, insan səsləri də, heyvan səsləri də. Onu biraz təhlil etməyə başlayacaqsan ki, bu səs mənə nə qədər xoşuma gəlir. Məsələn, bayaq gördüyün şey maşın idisə, 5-də dediyim, həmin indi maşının rəngini təhlil edə bilərsən. Məsələn, mən də qırmızı maşın istəyirdim, tutalım bu cür. Yaxud da ki, o maşının səsi nə qəşəng gəldi. Xotdanında nə qəşəng xor səsi gəldi. Məndə də olsun istəyirəm bu maşını. Bunun üçün nələr mümkün deyə başlayırsan beynini yayındırmağa. Ondan sonra qoxu pəncərədən. Hələ də siz Azərbaycandasınız, Bakı şəhərindəsinizsə, bura qoxusuz şəhər deyil. Ya soğandaq iyi gələcək, ya nə bilim, kiminsə şov və ətirinin iyi gələcək. Mütləq o qoxu nədirsə onu tapın. Mazut iyi olsa belə onu təhlil edin ki, ayda mən açığın deyim, mazut iyi gələndə daha çox sevinirəm. Çünki pis ətirlərini başımı pis ağrıdır. Mazutu təhlil eləyin. Ay mazut, görəsən nəyin hesabınadır? Mazut necə olur? Hansı rəngdədir? Mən mazutu ilk dəfə harda görmüşəm. Dənizin üzündə üzən də mazutdur. Bir qatı da qapqaradır, bax, bulvarda. Bunu təhlil etdinizmi? Ondan sonra siz dad deyə ağız dadınıza fikir verməniz gərəkdir. Əlinizdə nə varsa yeyə bilərsiniz, içə bilərsiniz, limonlu su içə bilərsiniz, məsələ. Yadıma saldınız, çox sağ olun. Bu şəkildə stresin idarə olunmasını əlinizə götürə bilərsiniz. Mən sizə 5, 4, 3, 2, 1 texnikini icra edəndən sonra söz verirəm ki, dediyim kimi edəcəksinizsə, o zaman sizdə bayaqki hadisəyə olan reaksiya nə idi sizi qıcıq edən, o qalmayacaq. Bizim də istədiyimiz buydu, düzdür?